Salam dostlar, bugün sizden car parking oynayacağız. Car parking'de 07'ye 2 təkər ayarı göstərəcək. Bu 07'ni bazardan almışam. 2 təkər ayarı üstündə gəlbələr. Işıqları da var qəşəng. Işıq yanındakı miqalkada deyəsəm, buna miqalka deyirlər. Yoxsa miqalka şey deyirlər, nə idi adı? Polis işığı kimi yanan. Deyəsən hələ budur miqalka, bu da işıqdır. Nəsə, birinci təkərin qalınlıqlarını göstərdim sizə. Təkərin qalınlığı baxın, belə olsun, eyni belə olsun. Belə olsa qəşəng qalxar. Sonra matapulları göstərin, sifonları. Spansiyonu da yəni. Baxın, kopya belə olsun. Rəqəmləri eyni belə olsun. Bir hamısı fərqi oldu. Bir hamısı 2 təkərə pis qalxa bilər. Videoda bax gördüyünüz kimi bir hamısı pis qalxa bilər. Videoda necədirsə, hələ o qalxar. Motorda 50 minlik motoru vurursunuz. Turbomuz 50 minlik motor turbo. Tır təkəri 6 minlik. Kurşiter yəni ki egzoz 1500'lük. La hamısını alındı, yəni indi hamısını oxusan. Sıra desəm, mən qiymətdən saldım, bir hamısı uzun çəkəcək video. Sonra nə qaldı? Vites kuruşu sıfırlayım qalacaq. Sonra qaldı. Ağırlıq mərkəzini göstərdim mən. Göstərdim görürsən. Deyəsən bayaqlar göstərdim. Ancaq bir anda göstərdim. O hələ belə göstərdim. Baxın bir düz qoymuşdum onu. Baxın eyni bura qoysunuz qəşəng qalxar. Baxın eyni ya, eyni bura olsun. Bura olmasa daha yaxşı qalxmaz. Sonra nə qaldı? Daha heç nə. Daha nə etmək? Sürmək. Sürəcəyik, baxacağıq necə qalxır. Necə qalxır? Görəsən? Mən heç bu şey neydi? 2 təkər ayarını sürməmişəm bunda. Hələ kəsə bir dənə atdım indi video. Ondan sonra daha heç vaxt sürmədim. Sonradan daha heç bunu sürməmişdim. Yəni başqa maşından sürmüşdüm. Deyə bunun ayarını verək. Gələm kimi belə. Davaya getdik. Denə. Qəşəng ayardı yəni. Təkərlər necə içəriyə girdi ya burada. Turbo atırıq. Ya turbo vurmuşuq da. Atardı qəşəng. Pis ayardı. Peredokda normal görsənir ha. Öz yeri halalara girdik. Bunun görsən neçədir normal 70'e baxaq bir. 70 qəşəngdir bununsa. Halalara gəlib girdik biz. Dəndə. Dən buradan. Oy daş deyə 100 yaxşı deyil belədirsə. Aşsa 100 yaxşı deyir, hələ 70 ya 50'də bir daha baxaq bir. Pis deyir 50 yəndə. Pis deyir. 50'də yaxşı, bir daha 60'a baxaq. 60 lap bomba. 60 özünkidir. Baxın qəşəng qalxır. Qabağın 40'a çıx deyə. 60 bombadır. Yadımdan çıxır yol döndərmə. Hələ bilirəm ki o biri tərəfdir. Gedəcəm orada fırlanı sad edəcəyim də istədiyim kimi. Rahat qaldıra biləcəm yəni 2 təkəri. Dənə burada. Açdı nəsə.
50 idi bunlar. Yəni ki, yaxşıdır. Gərək risk döndürəsiniz, vaxtında döndürəsiniz. Ancaq zor ayardır belə baxanda. 2000 olubsa maşın yaxşı ayar var. Mən heç vaxt ayarlı 07 satmıram, ancaq bu necə satıb indi. Yaxşı eləyib, sağ olsun, indi satıb lap yaxşı. Mən heç bilmirdim, hələ belə. Mən dedim ki, 07 almayayım bu bölümdə, hələ belə şey nə idi? Bölümdə deyirəm, dedim ki 07 almayayım, hələ belə bir dənə maşın alım 25 minə. Priora aldım, sonra satdım da, yığdım, yalandan satdım. Sonra nə deyəcəkdim? Ha, gördüm şey nə idi? Mən miqalkalı şey axtarırdım, 07. Gördüm, tapdım, satırdılar, aldım. Mən bilmirdim bunda 2 təkər ayarı var. Yoxsa almayacaqdım, çünki öz halalına 2 təkər ayarı verir. Ancaq biz yenə də niyə 2 təkər ayarıdır axı? Niyə indi özü satıb da bizi nə ayıq? Gərək bunu riski düzəlsən. Nömrəyə var. Maşın da paradoku da zor görsənirdi ya. Öz aranızda. İskin içinin satına girir. Yəni getdik. O bacana var. 60'da. Bir dənə sağ, bir dənə sol. Qəşəng. Maşın prosta tullanır, yüngül var. Təmir elədik maşını. Qoyuruq 60'a, getdik. Dalya, varabısqarya. Mən YouTube'da paylaşdığım video. Dalya, varabısqarya. FIFA istəyirəm paylaşım. Prosta bu bölüm, bu şeydə YouTube hesabımda ancaq yəni car parking, car simulator, old Baku, nə bilim Lada Car Drifter oyunu, nə bilim o birisi Lada Car Drifter oyunu türkçəsini sadını paylaşmışam deyənə. Şu an paylaşsam fıcı mobil nəsə belə yaxşı olmayacaq da. Nəsə dostlar, sağ olun, görüşənə qədər. Oy, zor idi ya, doğrudur bu.